17 yaşım var idi, universitetə hazırlaşırdım. Korona oldu, evdə qalası oldum. Əmimin yoldaşı bizdə qal dedi, onlara getdim. Gecə yatana yaxın qardaşımın səndən xoşu gəlir dedi. Şok oldum çünki məndən xoşu gəldiyini bilmirdim. Bir neçə qızla danışıb onları aldatdığını bilirdim. İstəmirdim çünki xəyallarım var idi, oxuyacaqdım. Əl çəkmədi, sosial şəbəkədə yazdı. Sonra WhatsApp-da danışdı. Aldatdı ki, oxumağına icazə verəcəm. 2 aydan sonra məndən xəbərsiz elçi gəldilər. Evdəkilər razı olmadı, söz-söhbət oldu. Çox pis oldum, sonra razılaşdılar, nişan oldu. Oxumağa icazə vermədilər, hər gün ağlayırdım. Kitablarımı görəndə yanıb alışırdım. Yeni ildə mənə telefon hədiyyə aldılar. Təsadüfən oğlanın telefonunda başqa qızla parkda şəkillərini gördüm. Dalaşdıq, dostumun sevdiyi qızdır, özü çəkir. Barışdıq, il yarım nişanlı qaldıq. Toyumuz oldu, bir həftə sonra başqa qızla yazışmasını tutdum. Dostum yazıb dedi, sonra övladım olacağını öyrəndim. Hamilə olanda yaşlı bir qadınla yazışmasını tutdum. Əsəbdən 10 gün xəstəxanada yatdım. Az qalsın övladımı itirəcəkdim. 2 ay sonra əmimin yoldaşının, yəni baldızımın xəyanətini tutub boşandılar. Mən də atam evinə getdim. Evdəkilər yoldaşım getməz, səni bu məsələyə qatarıq dedilər. Söz-söhbətdən bezib getdim. Sosial şəbəkəsinin parolü məndə də var idi. Baxdım ki, qızlarla yazışır. Stresdən övladım tez doğuldu. Xəstəxanaya nə yoldaşım, nə də ailəsi gəldi. Çox pis olmuşdum. Atalıq verməyəcəm, maddi də kömək etməyəcəm dedi. Yanımda olardın, edərdim dedi. Atam gil qarşıladı bütün xərcləri. 40 gün oldu, gəldilər ki, aparaq uşağı. Mən də övladım atasız qalmasın deyə razılaşdım. Övladımın doğum gününə az qalmış xəyanət elədi. Anası gil dedi, biz yoluna qoyacağıq. Bir müddət sonra yenə xəyanət elədi. Atam gəldi ki, belə şey olmaz, qızımı aparıram. Ant içdi ki, bir də belə şey olmayacaq. Sonra yenə xəyanətini tutdum. Evdəkilər biz yoluna qoyacağıq dedi. Belə deyə 5 il keçdi. Təzəlikcən 2 uşaq anası ilə danışığını tutdum. Subayam, səninlə evlənəcəm deyibmiş. Qızlara səslənirəm ki, kiməsə aldanıb xəyallarınızdan vaz keçməyin.